Məsələn, mənim bu dəqiqə missiyam necə deyirlər, mənim dərdim həmin o böyüyəndə düzələr, heç nə olmaz. Yəni deyirlər bu autizm heç gözə baxmamasıdır. Yox, bu uşaq bizdən bir şey istəyəndə gəlib gözümə elə dirəşir baxır ki, deyilən uşaqların ailələrini sirkələmək və onları o arxayınçılıqdan çıxartmaqdır. Çünki əslində niyə? Yəni bunu da deyirəm, nə üçün eləyirik? O ağır olan uşağı, bəli, təlimlə gətirə biləcəyimiz səviyyə orta səviyyədir. Yəni o uşağın yenə də problemi olacaqdır. O uşaq yaşıdlarından nə iləsə də olsa seçiləcəkdir. Amma həmin o mənim dediyim arada kefqom uşaq, o kefinə düşəndə baxan, kefinə düşəndə danışan uşağı biz üstünə düşdükdə o normal yaşıdlarından heç də fərqlənməyəcək. Yəni müəllimə onda bir fərqlilik görməyəcəkdir. Uzaq başlayacaq nəsə öz aləmi olan bir uşaqdır. Arada diqqəti gedir, arada bir qəribə, nə bilim, danışıqları olur mövzudan kənar. Yəni qabarıq yaşıdından bir problem olmayacaqdır, amma bunların hamısının olması üçün erkən diaqnoz və erkən olaraq üstünə düşmək çox vacibdir. Mənim yazdığım bir dərman müalicəsi ilə uşağınız düzəlməyəcək, amma mən sizə düzgün yön verəcəm. O arxayınlıqdan çıxardıb siz uşağınızla necə məşğul olacağınızı göstərəcəm və sizə həmin o uşağa ehtiyacı olanda dərslərə yönəldəcəm ya da evdə necə oyunlar oynamalısınız, buna yönəldəcəm. Gündəlik yaşamını necə orqanizə etməlisiniz, bunlardan danışacağam.